Zəhmətin xəzinəsi Şəhid Seyyid Məhəmməd Behişti. Məgər onlar izzəti, güc və şərəfi onların, kafirlərin yanında mı axtarırlar? Şübhəsiz ki, izzət tamamilə Allaha məxsusdur. Nisa ayə 139. Açarı salıb qapını çox yavaşca açdı. Evə boylanıb gördü ki, anası mətbəxdə iş güclə məşğuldur. Anası hiss etməsin deyə, səssizcə hamama keçib dodağının küncündəki qanı yumaq istəyirdi. Barmaqlarının ucunda yeriyirdi ki, birdən anası geri dönüb dedi. Əmincan, nə edirsən orada? Əmin özünü itirdi. Hələ bir söz deməmişdi ki, anası ona tərəf qaçdı. Ay bala, üz-gözün niyə qan içindədir? Bir şey deyil ana. Dodağının küncü partlayıb bir şey deyil nədir? Əmin indiyə qədər anasına heç vaxt yalan danışmamışdı. Ona görə də olanları olduğu kimi danışmağa qərar verdi. Əmir Şahani ilə dalaşmışam. Axı nə üstündə? Niyə hər gün bir-birinizin canına düşürsüz? Əminin boyun damarları qabararaq dedi. Bu dəfə başqa cür idi. Atama çox pis şər atdı. Mən də məcbur olub onunla dalaşdım. Nə şər atdı ki? Əmin hirsindən qızarmış halda dedi. Uşaqların arasında söz yayıb ki, güya atam tibbi layihə bəhanəsi ilə dövlətdən pul alıb mənimsəyib. 2 ildir təhqiqatları nəticə vermədiyi üçün uşaqlar deyirdilər. Əgər Şahani yalan deyirsə, bəs atan niyə bu qədər vaxtdır heç nə etməyib? Ana, uşaqlar gülüşüb deyirdilər ki, biz də pul alıb işləməməyi bacararıq. Ana bu cür söz söhbətlərə öyrəşmişdi. Ona görə də əmini sakitləşdirib təskinlik verdi. Amma bu mövzu barədə əri ilə mütləq danışmalı idi. Elə buna görə də o gecə əminin atasının yolunu gözlədi. Doktor həmişəki kimi gecə saat 12-dən sonra gəldi. Adəti üzrə gülər üzlə içəri girib dedi. Salam, xanım, niyə oyaqsız? Mümkünsə bir neçə dəqiqə danışaq. Masanın arxasında əyləşdilər və ana olanları doktora danışdı. O biraz düşündükdən sonra dedi. Sabah məktəbdən sonra əminin dalınca gedib onunla danışaram. Həll olar xanım, narahat olma. Ertəsi gün günorta əmin atasının onun dalınca gəldiyini görüb təəccübləndi. Çünki atası həmişə Şəhid Behiştdən öyrənmişəm ki, cümə günləri yalnız ailəmə məxsus olmalıdır deyərdi və cümə günlərindən başqa onu görmək çətin idi. Digər günlər atası evə gələndə əmin yatmış olar. Əmin oyanmamışdan qabaq isə atası artıq işə gedərdi. Bəh-bəh, nə əcəb, biz atacanımızı gördük. Atası gülümsəyərək, əvvəla salam. İkincisi isə deyəsən dalaşmaqla yanaşı söz atmağı da öyrənmisən. Əmin gülümsəyib, bağışlayın salam, dedi və cəld maşına mindi. Yaxşı, gedək restorana. Doğrudan, bəs anam? Anandan icazə almışam. Bugün ata-oğul restorana gedirik, razısan? Əmin sevinclə, bundan yaxşı nə ola bilər ki, dedi. 2 nəfərlik masada əyləşdilər. Restoran izdihamlı idi və ata yemək hazırlanana qədər olan vaxtı oğlu ilə danışmaq üçün ən uyğun məqam bildi. Əmin, oğlum, istəyirəm birbaşa mətləbə keçim. Mən və dostlarım 2 ildir ki, Amerikanın sanksiya tətbiq etdiyi bir dərman üzərində işləyirik. Onu istehsal etmək çox çətindir. Çünki həm lazım imkanlarımız yoxdur, həm də sanksiya altındayıq. Əlbəttə təvəkkülümüz Allahadır və inşallah onu düzəldəcəyik. Amma bu arada bəziləri cahillikdən Qərbə və Amerikaya möhtac olduğumuzu düşündükləri üçün, bəziləri isə ölkəyə düşmənçilikdən dolayı yolumuza daş qoymağa çalışırlar. Əmin gözlərini bərəldərək dedi. Şahani deyirdi ki, bu sözləri ona atası deyib, deməli onun atası münafiqdir. Doktor Əminin sözünü kəsərək dedi. Mən ad çəkdim. Ümumiyyətlə sənin nəyinə lazımdır kim münafiqdir, kim cahildir. Əsl mətləb budur ki, sən atanın vətənə xidmət etdiyini bilməlisən və əziz İranımız naminə bu yolun çətinliklərinə öz payına düşən qədər sinə gəlməlisən. Biz artıq yaxşı nəticələr əldə etmişik və inşallah tezliklə uğur qazanacağıq. Amma ata, mən dözə bilmirəm ki, atamın adı sinif yoldaşlarımın və müəllimlərimin yanında nahaq yerə ləkələnsin. İzzət Allahın əlindədir, oğlum. Bu Qur'anın vədidir. İzzəti onların yanında mı axtarırlar? Şübhəsiz ki, bütün izzət Allaha məxsusdur. Allah buyurur ki, izzəti mən verirəm, başqaları yox. Bir də, məgər mümkündürmü ki, kimsə Allah üçün iş görsün, Allah da ona izzət verməsin?
Bu hərəkətlərin yerinə dua elə ki, atan Allah üçün xalis niyyətlə işləsin. O zaman bu sözlərin heç bir təsiri qalmayacaq. Doktor sanki birdən nəsə xatırlamış kimi dedi. Yadımdadır, bir gün Behişti Zəhrada xadimlərdən biri deyirdi ki, Kərbəla ziyarəti, rəhbərlə görüş və bu kimi nə hacətim olubsa, şəhid Behiştini vəsilə edərək Allahdan almışam. Elə bilirsən, şəhid Behişti bu məqama asanlıqla çatıb, o nə əziyyətlər çəkib. Oğlum, onun mühafizəçilərinə deyirdilər, siz bir Amerikanı qoruyursunuz. Mühafizəçi, pastarlar deyirdilər, biz susmağa dözə bilmirik və başqa yerə keçmək istəyirdilər. Çünki şəhid Behişti mühafizəçilərin onu təhqir edənlərlə pis rəftar etməsinə icazə vermirdi. Bir avtobus sürücüsü cənab Behiştinin qonşusu idi. Bir gün gördü ki, sərnişinlər Behişti Əsədullah Ələmin sarayında yaşayır, deyə danışırlar. Yazığın qanı beyninə vurdu. Marşrutu dəyişib bütün sərnişinləri şəhid Behiştinin qapısının ağzına apardı və evi onlara göstərib dedi. Baxın, Behiştinin evi budur, şəhidin yaxınlarından biri deyir. Əlimə 22-dən çox məktub çatmışdı ki, hamısı söyüş və təhqirlərlə dolu idi. Ona Amerikalı deyirdilər. Deyirdilər ki, 15 mərtəbəli evi və Avropalı arvadı var. Bir gün ona dedim, siz niyə bu qədər təhqir qarşısında özünüzü müdafiə etmirsiniz? Şəhid Behişti cavabında bir ayə oxudu və buyurdu. Filan kəs, mən özümü müdafiə etməli deyiləm. Mən imanımı o qədər gücləndirməliyəm ki, Allah özü məni müdafiə etsin və bunların cavabını versin. Allahın vədi haqq olduğu üçün mən bu vədə inanıram. Şəhid Behişti bilirdi və inanırdı ki, izzəti Allah verir, oğlum. Sonda Allah onu elə əziz etdi ki, həm bütün töhmətlər yox olub unuduldu, həm də elə bir məqama çatdı ki, anası deyir. Oğlum şəhid olandan sonra Tehran alimlərindən biri bizə başsağlığına gəldi və dedi. Mən şəhid Behiştinin bərzəxdəki məqamını bilmək istəyirdim. Bir gecə yuxuda gördüm ki, Kərbəla ziyarətinə getmişəm. Qəribə bir halda idim və tez hərəmə daxil olmaq istəyirdim. Hərəmə yaxınlaşanda xadimlərdən biri bir tərəfə işarə edib dedi. O ağa icazə verməlidir ki, siz içəri girə biləsiniz. Təəccüblə baxdım və gördüm ki, şəhid Behişti orada əyləşib və İmam Hüseyin əleyhissalamın hərəminə daxil olmaq üçün izini o verir. Bəlkə də əmin o gün atasının sözlərini tam başa düşməmişdi. Amma ata öz dostları ilə birlikdə sanksiya altında olan dərmanları düzəltməyə və bu dərmanlar sanksiya vaxtı canlarını tapşıran bir çox uşağın xilas olmasına səbəb olanda, bütün müəllimlərin, sinif yoldaşlarının və məhəllə sakinlərinin atasını təriflədiyini və artıq töhmətlərdən xəbər olmadığını görəndə, bütün varlığı ilə anladı ki, izzəti ancaq Allah verir və onu bəndəliklə əldə etmək lazımdır. Qur'anın buyurduğu kimi, həqiqətən izzət və qüdrət tamamilə Allaha məxsusdur.